Salam dəyərli izləyicilər. Bugün xüsusi bir qonağım var. Nur Məhəmməd mənim ən sevdiyim, dəyərli şagirdlərimdən biri olub. 1 il dərs demişəm. Hal-hazır Mingəçevir Dövlət Universitetinin tələbəsidir. Yəni birinci kurs tələbəsidir. Onun yaşadığı, necə deyirlər, çətinliklərə, xəstəliklərə baxmayaraq, yəni bu uğuru qazanması, bunun yəni necə əldə elədi, yaşadığı həyat hekayəsini anlatmaq üçün belə bir müsahibə almağa qərar verdik. Və sözü uzatmadan Nur Məhəmmədə söz verək. Buyur Nur Məhəmməd, xoş gördük səni. Xoş gördük müəllim. Əvvəla sizə təşəkkürlərimi bildirirəm ki, mənə belə bir dəvət göndərdiniz, məni bura çağırdınız, müsahibə alırsınız. Sağ olun, var olun. Xoşdur, xoşdur. Nur Məhəmməd, özünü necə təqdim edərsən? Nur Məhəmməd kimdir? Sualına nə cavab verərsən? Nur Məhəmməd kimdir? Mən İsmail Nur Məhəmməd 30 yanvar 2005-ci ildə Yevlax rayon Ərəş kəndində dünyaya gəlmişəm. Anadan olmuşam. Mənim yaşantım, belə deyim, uşaqlıqdan bəri çətin olub. Hər bir insan kimi mən eyni olmamışam. Fərqli bir insan olmuşam. 2013-cü ildə 1-ci sinifə başlamışam. 2024-cü isə yay ayında məktəbi bitirmişəm, məzun olmuşam. 9-cu sinifdən bu yana, yəni hazırlıqlara başlamışam. Mən bu 11 ildə elə bir 9 il hazırlığa getməmişəm. Səbəbləri də bunlar idi. Mən anadan da olandan bəri skalyoz, kifoz, 4-cü dərəcədən ağır dərəcədə onurğam əyildi. Yəni hər bir... Bu anadan gəlmə deyək ki, o formada xəstəliklə. Anadan gəlmədir. Aydındır. Çətinliklər olub, xəstəlik olub. Yəni bu da daha çox deyək ki, mane olub. Sənin necə deyirlər, həyat keyfiyyətini aşağı salıbdır. Biz bunu anlayırıq Nur Məhəmməd. İnşallah daha da Allah kömək olsun. Amma düşünürəm ki, yəni əvvəlki mərhələyə baxanda, yəni xeyli həm sənin iradən, həm atanın, bizim Hacı Rza qardaşın çəkdiyi, ananın çəkdiyi əziyyətlər, sizə dəstək olan insanlar var, təbii ki, onların çəkdiyi əziyyətlər və Allahın şəfa verməsi təbii ki, yəni xeyli bir əlləyiş də əldə olunubdur, düzdürmü? Bu məsələlər də var. Belə bir sual verim. Yəni əlilliklə yaşamaq necə bir həyatdır? Əslində, əlillik deməyək buna, müasir dövrümüzdə fiziki qüsurlu desək, daha doğru olar. Çünki yəni, fiziki qüsurludur bu, yəni hər bir insan fiziki qüsurlu ola bilər. Əslində, fiziki qüsurlu ilə yaşamaq, yəni birisi ilə yaşamaq və yaxud da bu acını yaşayan bir insan, belə deyim, əslində bu kənar çıxışlardan asılıdır. İnsanın ətrafı, mühiti gözəl olarsa, mənim fikrimcə bu insan düşünməz ki, mən fiziki qüsurluyam. Məsələn, mən özümdən nümunə göstərim. Mənim ətrafım gözəl oldu. Ailəm, dostlarım, müəllimlərim, qohumlar, yəni hər bir kəs mənə, belə deyim, bu yaşam boyunca mənə hiss etdirmədi ki, mən fiziki qüsurluyam. Mən özümü həmən insanlar kimi gördüm və yaşadım. Onlara da dərin təşəkkürlərimi bildirirəm. Əsas ailəm. Yəni, onlar olmasaydı, bəlkə də mən bu boya, başa çata bilməzdim. Təşəkkür edirik hər birisinə. Burada belə bir şey deyim. Məsələn, mən müsahibəni hazırlayanda, sualları hazırlayanda, orada əlillik ifadəsini keçməsi, necə deyim, biraz bir qərib gəlmişdi əslində. Bunu düzəliş eləməyinə görə çox sağ ol deyirəm. Çünki yəni əlillik biz elə bir qarşılamamışıq. Yəni, kursda oxuduğu zamanlarda da xatırlayıram. Biz digər şagirdlərdən ayırmamışıq. Yəni, hər kəs kimi bütün sosial fəaliyyətlərimizə çağırmışıq, futbol olsun, digər fəaliyyətlərimiz olsun. Yəni, gəlib, iştirak edib və biz istəyir uşaqlar, istəyir müəllimlər bunu heç vaxt vurğulamamışıq ki, məsəl üçün deyək ki, Nur Məhəmməd əlilliyi var, nəsə bir əksikliyi var. Bunu deməmişəm. Amma müsahibədə mən bunu necə ifadə edəcəm deyə bura ifadəni yazmışam, onda Nur Məhəmməd sağ olsun düzəltmiş oldu. Növbəti sual belədir ki, məktəb illəri necə keçdi? Məsələn, necə xatırlayırsan məktəbə getməyin, məktəbdə uşaqların səni qarşılamağı? Əvvəla belə başlamaq istəyirəm ki, mən bağçaya getməmişəm. Mənim fiziki qüsurlu olmağımdan dolayı, yəni bağçaya götürmədilər. Dedilər, nə olar, nə olmaz. Zaten bu problem nədir? Bir dəfə problemi çıxmasın. Mən 2013-cü ildə sentyabrda məktəbə başladım, 1-ci sinifə. Mənim çox gözəl və dəyərli ikinci ana deyək, Lətafət müəllimim var idi. İnan ki, yəni o olmasa və yaxud da yaxşı sinif yoldaşlarım olmasa mən başqa bir insan idim, yəni. Yəni o sevgi, o ortam. Müəllimin hər dəfə
hamıdan qabaq birinci mən qucaqlaması, öpməsi, çağırması, dərs danışdırması, dəstəklərini əsirgəməyiblər, sağ olsunlar. Yəni mən xatırlayıram, yəni ilk dərslərdə idim, bəlkə də ilk dərs günü idimi, sənin halında pisləşmə olmuşdu. Atanı biz çağırdıq, xəstəxanaya apardılar. Yəni bu il içərisində də, yəni kursda oxuduğu dönəmlərdə təkrar olmasını xatırlayıram. Qızdırma olurdu, xəstəliklər olurdu. Yəni dərsdən qalmağı olurdu. Amma buna baxmayaraq bu dərsləri Nur Məmməd tamamlayırdı. Yəni universitetə hazırlıq dönəmində ki, nə vaxt başladın, necə başladın və yaxud da bu dönəmi necə xatırlayırsan, kursda 2 il hazırlaşdın, universitetə hazırlaşdın, 3 il hazırlaşdın, bəli. Yəni bu dönəmləri necə xatırlayırsan, necə çətinliklərin oldu? Əvvəla, əslində mənim fiziki cəhətdən çətinliyim oldu, doğru. Amma kənar qüvvələrin, belə deyim, ailəm, müəllimlərin, təkrarçılıq kimi çıxmasın, yəni yenə də deyirəm, ailəm, müəllimlərim, dostlarım, tanışlar olmasaydı, mən bunları aşa bilməzdim. Düzdür, çətinliklər belə oldu ki, fiziki cəhətdən, məsələn, çox gəzə bilmirdim, ayaqüstə qala bilmirdim. Məsələn, adi məktəbdə oturursan, 45 dəqiqə oturursan, 1 saat oturursan, çox dayanıq otura bilmirdim. Əsas problemlər də imtahana yaxın stres olub, xəstələnməyəm olur. Çox xəstələrini dəhşətdir. Siz də yəqin ki, görürsünüz. İmtahan əvvəllər, bəli, xatırlayıram. Yəni, çox pis hala düşürdüm. Sistem ilə dərman, immunitet zəif. Amma buna baxmayaraq, Allah'a şükürlər olsun, hal-hazırda Mingəçevir Dövlət Universitetinin marketing ixtisasında təhsil alıram. Sizlərin sayəsində. Çox gözəl, inşallah uğurların davamlı olsun. İnşallah. Yəni, bu yolda, belə deyək də, yəni həyat yolunda mı deyim, bu qazandığın nəticələr mi deyim, ən çox səni motivasiya edən nə oldu? Bir hadisə mi olaraq soruşmaq olar bunu? Bir nüans olaraq mı soruşmaq olar? Yəni, nə xatırlayırsan? Yəni, ən çox motivasiya edən birinci növbədə atam oldu, sonra siz oldunuz. Burada əvvəl işləmiş, çalışmış Məhəmməd müəllim var idi. 9-cu sinifdə gələrkən hal-hazırda Şamaxıdadır. O sağ olsun, o çox motivasiya elədi ilk gündən bəri. Məhəmməd həm sinif rəhbərim olmuşdu, yoxsa? Yox, riyaziyyat müəllimi idi. Riyaziyyat dərs deyirdi. Lap gözəl, gözəl. Yəni, Məhəmməd müəllimdir, ailənin dəstəyidir, daha çox müəllimlərin dəstəyidir. Bunu təkrar soruşmağa ehtiyac görmürəm mənim. Aşağı-yuxarı dedin, təbii ki, sənin həyatında olan insanların dəstəyi, onlarla bərabər sənin özünün də sosiallaşmağın var. Mən deyərdim ki, insanların dəstəyi ilə bərabər sənin iç motivasiyan, özünün iradən, bu işdə möhkəm durmağın, həvəsdən düşməməyin, davam eləməyin. Yəni, bunlar da mənim gördüklərimi demiş olum. Əlavə nəsə əlavəm varsa deyə bilərsən, yoxsa növbət suala mənim keçə bilərəm? Keçək, növbət sual. Ətraf insanların sənə münasibəti necə idi və yaxud da hal-hazır necədir, necə hiss edirsən? Ətraf mühitin insanları açıq tanışmaq sevirəm mən. Bəzi yerlərə gedirdim, məsələn, toy olsun, gəzmək olsun, adi kurs uşaqlarına gedəndə, kurs uşaqları məsələn, mənə xoş münasibət göstərirdi, tanıyırlar. Kənar insanlar isə mənfi. Məsələn, şəhərə çıxırdım, paltar almağa gedirdik, uşaqlar. Yəni, onlar mən hələ də yadımdan çıxmır. Yəni, kim görürdü, yanımızdan keçən qulağını çəkirdi, nə bilim, Allah qorusun, nə bilim. Belə qəribə baxışlar, qəribə düşüncələr, üstdən aşağı baxmaq. Təəssüf ki, belə insanlar var. Yəni, çox istərdik ki, hər kəs fiziki qüsurluya qalsa ki, belə olmasın. Bəli, çox doğru. Çünki onlara çox mənfi təsir edir. Yəni, biz ümumiyyətlə həyatda xatırladığımız məsələlər, yəni yaddaşımız duyğularla bərabərdir. Yəni, uşaq vaxtı məsələn, orada bir duyğu yaşamışıqsa, o bizim yadımıza qalır. Məsələn, sənin anlatdığın hadisədə demək ki, orada dərin duyğular yaşayıbsan, necə deyərlər, üzüntü yaşayıbsan ki, bugün onu xatırlayırsan. Çünki təsir edir də insan. Mən də gəzirəm, sən də gəzirsən. Mənim problemim sadəcə budur. Yəni, niyə görə üstdən aşağı baxsan ki? Çox doğru. Amma hal-hazırda çox şükür, yəni, hal-hazırda eşidən var, bilən var, məhəddəl qalırlar.
ayda sən universitetə giribsən falan. Yəni Mən çox sevindirici haldır həqiqətən də. Heç bacarmayacağam, alınmayacaq, gücüm çatmayacaq. Yəni dediyin anlar oldumu? Yəqin ki olubdu və bu anları necə atlatdın, necə keçdin? Çox olubdu belə anlarım. Əsasən necə xatırlayırsan? 9-cu sinif imtahanında, yəni düşünmürdüm ki, mən deməli sentyabrda başladıq, 6-7 ay oldu, imtahan ucu çatdı. Mən də həmən vaxtına xəstələnirdim, tez-tez. İmmunitet zəif, bədən zəif, tez-tez xəstələndim. Mən də o zamandan qorxurdum ki, bacarmayacağım, nə bilim, heç 50 bal yığa bilməyəcəm. Amma sizin sayənizdə, yenə deyirəm, ətrafın sayəsində, aləmin dəstək sayəsində mən bunları da öz iradəmdə olmaq şərti ilə mən bunları da keçdim. Çox gözəl, Məmməd. Belə bir sual müəllim yazmışdım ki, sənə güc verən, motivasiya verən, həvəs verən, yəni bir söz və ya nümunəvi bir hadisəmi, gördüyün bir məsələmi, yəni elə bir şey xatırlayırsanmı və ya bir insanmı, məsələn, sənə daha çox həvəsləndirir? Nümunəvi hadisə, belə bir şey deyə bilərəm ki, mənim bibim oğlu var, Laçın. Hal-hazırda o da müəllimdir, həm də vəkildir. Onun elə bir şey, yoldaşının əmisi. O da mənim kimi fiziki qüsurludur. Mən bunu işləndə 9-cu sinifdə, 8 idim, bəli. O zaman eşitdim ki, onun böyük bir şirkəti var. Faktiki olaraq mənlə eyni boyda, eyni vəziyyətdir. O da mənim kimi eyni olub, güc sahibidir. Yəni, fikirləşdim ki, o insan edə bilirsə, o da mənim haldadır, yəni mənim vəziyyətdədir. Mən niyə bacarmayayım? Əla, çox möhtəşəm. Biz Nur Məmmədin deməli tədbirində iştirak elədik, universitetə qəbul olanda. Orada qonaqlıqda iştirak elədik. Atası hazırca müəllim bizə orada bir hadisə anlatdı. Nur Məmmədin bacısında da yəni fiziki qüsurlar var. Onun yaşadığı hadisə nədir? Kənddə bir xeyir iş olub, toy olub. Ora yəni kənddə ətrafda olan fiziki qüsurlu insanları da dəvət ediblər, çağırıblar ki, onlar da gəlsinlər, iştirak edəsinlər, onlar da sevinsinlər, bir xeyir dua versinlər. Adı Limon idi, düzdürmü bacın? Hə. Deməli Limon orada iştirak eləyib və geri qaydanda deyib ki, ata, mən bu gün çox xoşbəxt oldum. Deyib ki, atası, qızım, niyə xoşbəxt oldun? Yəni niyə belə fikirləşirsən? Deyib ki, mən getdim gördüm ki, orada gözü görməyənlər də var, başqa daha ağır qüsurlu insanlar var. Yəni mən çox şükür Allaha danışa bilirəm, gözüm görür. Yəni bu kimi hallara düşündüm və ondan çox xoşbəxt oldum. Hadisəni danışmışdım, mən çox təsirlənmişdim ki, həqiqətən də biz özümüzü nə qədər sağlam bilsək də, əslində sahib olduğumuz bu dəyərlərə, sağlamlığa və digər nemətləri çox düşünmürük bəzən. Yəni onların bir mənada dərkində olmuruq və şükrünü eləmirik. Bunu anlatmış olaq burada. Növbəti belə bir sualımız var. Eyni vəziyyətdə və ya fərqli, deyək ki, fiziki qüsurlu olan insanlar var. Bəli. Hal-hazırda onun yaşayan və onun çətinliyini çəkən insanlar var günümüzdə. Onlar üçün nə demək istəyərsən? Bəlkə qarşılarına çıxar video. Əvvəlcə onların özünə yox, onların ətrafında olan insanlara demək istəyirəm ki, heç bir vaxt elə bir insana üstdən aşağı baxmayın. Çünki işdir. Allahın içində hər şey. Siz də, məsələn, Allah qorusun, siz də elə ola bilərsiniz. Hər kəs elə ola bilər. Təkcə hər kəs elə ola bilər. Yəni, onlara dəstək olmaq, onları sevmək, onlara güvənmək, onlara, belə deyim, şans vermək lazımdır. Eyni fiziki qüsurlu olan insanlara da demək istəyirəm ki, mənfi düşüncələri aldırmayın. Belə bir sualda, yəni burada həm ağlıma gəldi, həm də burada da bir qeydimiz var. Yəni universitetə qəbul olandan sonra bu səndə biraz, necə deyim, həm özgüvənin artmasına səbəb oldu mu? Yəni bir gənc üçün, belə deyək də, yəni fiziki qüsuru olan bir gənc üçün universitet qazanmaq, bir uğur əldə etmək həyatında nələri dəyişdirdi? Açığı çox şey dəyişdirdi. Yəni mən bu halımdan universitetə girmək, yəni böyük bir şeydir. Çünki yəni hər kəs düşünürdü ki, ay girə bilməz, ay nə biləm, fiziki qüsurlu nə enerjisi oxudur, yəni kəsiləcək, düşə bilməyəcək. Amma yəni
onlara rəğmən bu sözləri aldırmadan mənim çalışmağım, sizin dəstəyiniz sayəsində mən hal-hazırda universitetə daxil olmuşam. Bu da mənim üçün böyük bir şeydir. Çox gözəl, Nur Məmməd. Bir daha çox təşəkkür edirəm. İnşallah onu izləyənlər üçün faydalı olar. Sonda bizi izləyənlərə nə demək istəyərsən, nəsə sözün, vermək istədiyin bir mesajın varsa, buyur səni eşidirik. Sonunu demək istəyirəm ki, əsas hər kəsə Allah uzun ömür nəsib etsin. İstər fiziki qüsurlu, istər sağlam insan. Hər kəs xoşbəxt olsun. Heç bir kəsin sözünü aldırmayın. Çünki müasir dövrdə, indiki dövrdə sağlam insan olsa belə, bir dənə belə deyim, səhvini görsələr o saat onu yüzünə vururlar. Ki, sən nə bilim, gözün niyə belədir? Tənqid edir. Tənqid kimi. O sözləri aldırmamaq lazımdır. Hədəfləriniz üçün çalışmaq lazımdır. Kiminsə sözündən oturub durmaq lazımdır. Düzdür, böyükdür, söz deyə bilər, haqlıdırlar, danışıda bilərlər. Amma onlar sizi istəməkdəndir. Belə də ki, sizin öz hədəfiniz varsa, məsələn, elə insan tanıyıram ki, mən belə deyim, maşın ustası olmaq istəyir, ailəsi məcbur eləyir ki, universitetə girsin, iş sahibi olsun. Faktiki olaraq bu insanın arzusu, məsələn, belədir. Və yaxud da tərsinə. Elə insan var ki, universitet istəyir, ailənin imkanı yox. Deyir ki, mən valla eləyə bilmirəm. Olmur. Ona görə də, universitet girmək istəyən, universitet girsin, hər hansı peşə və ya iş sahibi olmaq istəyən, onun üçün çalışsın. İstər bu, onu girsin, istər 5 il. Ən sonunda əldə edəcəklər. Mən buna özümdən inanıram və onların da inanmasına təşviq edirəm. Bəli, çox sağ olun, Nur Məmməd. Sonda dediyin məqam biraz bizim ixtisasla bağlı da məsələyə toxunmuş oldun. Həqiqətən uşaqları məcbur eləmək məsələsi. Biz uşaqlarla işləyirik, onların ixtisas seçimi, peşə seçimi, hansı yolda həqiqətən uşağın xarakterinə uyğundur, bacarıqlarına uyğundur, gələcəkdə bu sahə ilə məşğul olsa, o xoşbəxt olar. Çox vaxtı bunu uşaqlar bilir əslində, istərini hiss edir və ya valideynlər uşaq vaxtdan müşahidə edən, onun qabiliyyətlərini kəşf etməyə çalışan valideynlər bunu bilirlər. Amma bəzən nə olur, valideyn uşaq vaxtdan özünün arzuladığı, əldə edə bilmədiyi məsələlər olur ki, istəyir ki, uşağı onu əldə eləsin. Məsələn, özü həkim olmayıb, deyir ki, oğlum həkim olsun. Bu kimi məsələlər olur. Dediyin kimi, məsələn, uşaq həkim olmaq istəmir, başqa peşə ilə məşğul olmaq istəyirsə, onun həvəsinin olduğu, bacarığının olduğu sahəyə yönləndirmək lazımdır. Bunun üçün mütəxəssislərə də yaxınlaşmaq olar ki, bu evladım gələcəkdə hansı sahə ilə məşğul ola bilər, orada uğur qazana bilər. Burada da yol, yön göstərmək olar. Bir daha təşəkkür edirəm Nur Məmməd gəldiyinə görə. İnşallah faydalı olmuşdur. Biz də izləyənlərə buradan təşəkkür edirik. Bəyənənlər üçün bəyənməyi, yorum yazmağı və abunə olmağı da xahiş eləmiş olasıyıq. Sağ olun, gələn görüşlərədək. Sağ olun. Nur Məmməd, təşəkkürlər.